Salam kanal izləyicilərim. Bugün sizlə gördüyünüz ədyal toxuyası yox, biraz fərqlilik qatmışam. İstədim öz ləhcəmdə səsləndirim bu videonu. Həm biraz yumor qatmaq istəmişəm, həm də biraz fərqlilik olsun deyə belə eləmək istədim. Birinci onu deyim ki, bu ədyalı mən 5 yumaqla toxumuşam. 48 ilməklə başlamışam. Videoya keçid eləyəndə görürsünüz ki, orada da qeyd eləyirəm, amma bu başdan da demək istədim ki, yəni 48 ilməklə başlamışam. Siz əgər böyük toxumaq istəyirsinizsə, 5 yumaqdan artıq yumaqla toxumaq istəyirsinizsə, 48 yox, 4-4 artıra bilərsiniz sayları. İndi isə videoya keçid eləyə bilərik. Birinci onu deyim ki, ədyalı mən 48 ilməklə toxumuşam. Sxemin əsası 4 ilmədən ibarətdir. Ona görə də mən sizə 8 ilməyin üstündə toxunuş qaydasını göstərəcəm. Birinci 8 ilməyi götürürük. Sayırıq 2, 4, 6, 8 ilməni saydıq. Keçirik üst sıranı toxumağa. Bu tərəfdən gələn sapdakı ilmələr bir-bir buradakı sapların içindən keçirdik. Birinci sırada heç bir fərqli bir şey eləmirik. Bu tərəfdən gələn sapları bir dənə bu ilmələrin içindən keçiririk. Gələnlərin hamısını bir dənə digər ilmələrin içindən keçiririk. Bu qaydana. Birinci sıranı eləyəndən sonra saplar biraz yerinə otursun deyə dartırıq. İndi keçirəm ikinci sıraya. Bir sıra düz toxuyacaq həmişə, bir sırada sxemi qurucuq. İkinci sırada bir sıra düz toxudum, indi ikinci sırada biraz fərqlilik eləyəcək. Nətə? Baxın, bu ilmə bu tərəfə getdi, bu ilmə də bu tərəfə getdi. Ona görə də birinci iki ilmə birini, kənarda olan 2 dənə ilmə var. Bunu sağ tərəfdə olanı üstdə olası şəkildə belə qatlayıram. Bunun üstünə gətirirəm. Üstdə olan birinci içindən gələn ilməyi keçirirəm. Sonra altda qalan ilmə var. Bunun içindən də sonraki ilməyi keçirirəm. Bu tərəfə getdi. Bu qaydada. İndi də bunu həll eləyəcək. Ona görə də budakı ilməni bunun üstünə gətirirəm, qoyuram, belə qatlayıram. Birinci hindi də daldakı ilməyin içindən ilməyi keçirirəm. Sonra da üstdəkinin içindən ilməyi keçirirəm. Sonra yenə də eyni şeyi davam eləyirəm. Bir dənə də yəni göstərirəm sxemi. Birinci sağ tərəfdəki 2 ilməyin sağındakı bunun üstünə qoyuram. Birinci üstdə qalan ilməyin içindən sapdakı ilməyi keçirirəm. Sonra da dalda qalan, altda qalan ilməyin içindən öbürsünü keçirirəm. Bunlar bu tərəfə getdi, sol tərəfə. Buradakı ilmə də sağ tərəfə gedəcək deyə ilmə bunun üstünə gətirirəm. Birinci altdakının içindən keçirirəm, sapdakı ilməyi. Sonra da üstdəkinin içindən keçirirəm. Bundan sonra bir sırada düz toxuyuram. Yəni heç birini əymirəm o tərəfə, bu tərəfə. Birinci ilməyi bunun içindən keçirirəm. Sonra da öbürsünü. Bir şey deyim ki, toxuyanda həmişə saplan gəlişinə fikir verin. İlmə var, ilmələr. Belə burulanda səliqəsiz görsən, ilmələr pis görsən. Məsələn, ilmə düz gəldi də, belə burulsaydı, məsələn göstərirəm. Belə burulmuş olsaydı, olasıydı. Ona görə də o ilmə gələndə diqqətli olun. Nəsə, indi bu sıra heç nə eləmədən düz toxuyuram. Baxın, ilməni düz götürmüşəm. Sapdan gələn ilməyi onun içindən keçirirəm. Elə sıra sonuna qədər də bir sıra düz toxunuş eləyirik. Bir dəfə düz eləyirik, bir dəfə də bayaq göstərdiyim sxem eləyirik. Bunu elədim. Deməli, nağardıq. Bir dəfə düz toxuduq, bir dəfə sxem elədik. Sonra düz toxuduq, indi də yenə sxem eləyirik. Sap sol tərəfdədir. Sol tərəfdən toxuyanda həmişə sxemi qoyuruq. Sağ tərəfdən gələndə də düz toxuyuruq.
İndi yenə sıxım eləyirəm. Yenə də baxın, habdakı sap sol tərəfəcəkdir deyə, habı sap sol tərəfəcəkdir. Ona görə də habın üstünə gəl. Həblə habın üstünə gəlir. Habı üstünə gəlsə, birinci habı toxun. Sonra altdakı toxun. Davam eləyirəm. Deməli, indi də hab sap, hab tərəfə gəlməlidir. Baxın, habra baxanda bilgi olsun. Hab sap, hab tərəfə gəlməlidir deyə habını habın üstünə gətirirəm. Bu sapı sağdakının üstünə gətirib qoyuram. Birinci altdakını toxuyuram burada. Sonra üstdəkini toxuyuram. Deməli, sap sol tərəfə geyəndə, habı naxış olanda birinci üstdə olanı toxuyuram, sonra altda olanı toxuyuram. Naxış sağ tərəfə geyəndə birinci altdakı sapı toxuyuram, sonra üstdəkini toxuyuram. Bir dənə də göstərim. Baxın, habı da sol tərəfə geyiddir. Ona görə də habın üstünə gətirirəm habını. Birinci üstdə olan sapı toxuyuram. Sonra altda olan sapı. Bu da altda olan sap qaldı. Onu da sonra toxuyuram. Bir dənə də şey deyim. Toxuyanda habdan gələn saplara da diqqət eləyin. Çünki hab arada bir dən olur ki, sap heyli hab tərəfdəkilərdə sonra toxuyuruq. Bir də üst sıraya keçəndə görürük ki, altda bir dənə ilmə artıqdır. Məcbur oluruq söhməyə. Ona görə də nə qarıq? Diqqət eləyirik. İndi yenə sağ tərəfə geyəcək deyə hab sapı habın üstünə gətirirəm. Birinci altdakini toxuyuram, sonra üstdəkini toxuyuram. Əslində çox sadə sıxımdır. Sonra da bir sırada düz qaydada toxuyuruq. Amma yenə də deyirəm, habı ilmələrə diqqət edin ki, düz olsun, burulmasın. İlmələr bir-bir öbür ilmələrin içindən keçirik. Sıxımız həblədir. İndi mən ədyalın başını bitirib, bağlanma hissəsini də sizlə bir yerdə eləyəcəm. Bitirən hissəsinə qədər toxuyub gələm. Ədyalı axıra kimi toxudum. İndi üst hissəsini bağlayasıyam. Axırıncı sırada bir dənə də saydım görək ilmələrim çatırsa bir sırada geyim. Gördüm çatmırına görə də hab hissəsini kəsəcəm. Baxın. Habdan kəsəcəm. Bir ilmənin ortasından. Sonra habı aşağıda belə gizlədib bir yerdən ilmələrin içindən gizlədib. Sonra da orada tikəcəm nazik sapına. İndi də bu ilmələr bir-birinin içindən keçirik. Habın içindən, habdan gələn habın içindən sırayla elə bir-birinin içindən keçirə-keçirə ədyalın başını bağlayırıq. Həblə. Daha ədyalımız hazır o. İndi ədyalın başını da bağlayıb gələm. Axırıncı ilməni də keçirirəm habdan. Bu qalan bir dənə ilmə var. Onu da belə qatlayacağım. Habdan tikəcəm. İynə sapla. Vəssalam. Bir də onu demək istəyirəm ki, sap qutalıb başqa sapa keçirsiniz. Onda çox adam deyir ki, tapsam göstərəcəm indi. Məsələn, habda çox adam deyir ki, uzun saxla habrasını, ona düyümlə, bir dənə də tik nağar. Mən öbür sapdan gələn nədirsə onu toxuyuram. Qalan balaca yer olsun. Balaca yeri bir-birinə tikirəm, elə əlavə qalan yerlərində kəsib tullayıram və salam. Yəni ora əlavə düyüm salıb ora abartmaq istəmirəm, yəni alınmır elə, xoşuma gəlmir. Siz istəsəz biraz uzun saxlayıb abrasını düyümləyə də bilərsiniz, amma mən belə balaca saxlayıram. Sonra onu bir-birinə tikirəm, vəsiyo. Yəni o qaydada da sapları bir-birinə bağlaya bilərsiniz. Məsələn, habda bunlar qalxdı. İndi balaca bu hissəsini, balaca yerini tikəcəm, hab hissəsini kəsəcəm. Yəni habda da heylə. Baxın, bax balaca qalxdı. Habını da buna tikəcəm, burasını kəsəcəm. Heylə. Ədyalı bitirdim. Ölçülərini demək istəyirəm sizə. Deməli, eni oldu 82 sm. Uzunluğu da oldu 95 sm. Siz əgər 5 yumaqdan artıq yumaq istifadə ediyorsunuzsa, biraz yekə olmağını istəyirsinizsə, 48 ilməklə yox, 52 ilməklə başlaya bilərsiniz toxumağa. Yəni heylə.
Əgər videonu izləyib abra qədər gəlmisinizsə, hamınıza təşəkkür edirəm. Kanalıma abunə olsanız sevinərəm, dəstək olsanız minnətdar olaram həqiqətən. Yəni belə nəsə sualınız olsa yenə də rəy bölməsində qeyd eləyin. Bacardığım qədər köməklik eləməyə hazıram. İndi isə hər birinizə təşəkkür edirəm bir daha. Sağ olun, sağlıqla qalın.